halımızı hal eylədik. Yolumuzu yol eylədik. Hər çiçəkdən bal eylədik. Arıya saydılar bizi. Pir Sultan Abdal demiş, sevgili tamaşaçılar, yolumuzu yol eyləyib, halımızı hal eyləyib. Elimizdə, obamızda, oymağımızda hər çiçəkdən bir şirə çəkib, allara, ballara bələyib sazımızı, sözümüzü bugünkü ovqatınıza qonaq gətirdik. Sabahınız xeyir, gününüz aydın olsun istəhlilərimiz. Qulaq xoşa gələn səsdən zövq alar. Göz gördüyü gözəlliklərdən zövq alar. Könül zövq aldığı məqam, məkan bir mərifət dünyasıdır ki, bu da Tanrının yaratdığı bütün gözəlliklərin dərkidir deməkdir. Gözəllikləri dərk etdikcə eşq artar. Eşq artdıqca aqillərə huşyarlıq, aşiqlərə sərməstlik gətirər. Bütün gözəlliklərin önündə, fövqündə, kökündə isə Tanrıya olan sevgilər, Tanrıya olan gözəlliklər, eşq, məhəbbət durur və aşiqlər bu eşqdən sərməst olar. Öyle sərməstəm ki, idrak etməzəm dünya nədir? Mən kiməm, saqi olan kimdir, meyu səhva nədir? Gərçi canandan dili şeyda üçün kam istərəm. Sorsa canan, bilmərəm ki, kam dili şeyda nədir deyərlər. Bütün bu məsliklərin qatında gözəlliklər, gözəlliklərin kökündə isə eşq durar. Həzrəti İbrahim Peyğəmbər Tanrını ağılla sevər, ancaq od içinə eşqlə girərmiş. Deməli, eşq bizə, aşiqlik bizə elə Həzrəti Peyğəmbərlərimizdən gəlmişdir. Həzrəti Mövlana isə deyərdi, bütün biliklərin açarı ağıldırsa, o elmə, o dərkə keçid yolu ancaq eşqdir. Eşq aşiqlərə nə divanə elədi. Yunisində deyirdi ki, könlüm düşdü bu sevdaya, gəl gör məni aşk nə elədi. Başımı verdim kolğaya, gəl gör məni aşk nə elədi. Mən ağlaram yana yana, aşk boyadı məni kana, nə aqiləm, nə divanə, gəl gör məni aşk nə elədi. Məcnun oluban yürürəm, dostu dışımda görürəm, oyanır məlul oluram. Gəl gör bəni, aşk nə elədi? Aşkım məni məst eylədi. Aldı könlüm hast eylədi, öldürməyə qasd eylədi. Gəl gör bəni, aşk nə elədi? Ya əlin al qaldır məni, ya vəslinə erdir məni, çox ağlatdın, güldür məni, gəl gör məni, aşk nə elədi? Bənzim sarı, gözlərim yaş, bağrım para, ciyərim daş, haldən bilən əhli qardaş, gəl gör məni, aşk nə elədi? Miskin Yunis, biçarəyəm, başdan ayağa yarəyəm, dost əlindən avarəyəm. Gəl gör məni, aşk nə elədi? Gəl gör məni, eşq nə elədi? Eşq nə elədi?
nə bilər bizi, bilənlərə salam olsun. Aşiqlərin dilindən salamladıq sizləri sevgili tamaşaçılar. Eşq aşiqlərinin dilindən, eşq divanələrinin dilindən salamladıq. Gələnlər sizləri bugünkü ovqatımıza qonaq olan qonaqlarımız da ilə sözümüzün, şeirimizin, sazımızın aşiqləridir. Və bugün bu aşiqlərin şeiri ilə, sözü ilə, sazı ilə sizlərin ovqatını bir sığal çəkəcək, ruhumuza, könlümüzə bir məlhəm olacaq. İnşallah qonaqlarımız tanış simalardır. Ancaq yenə önəmliyim, vurğulayım kimlərlə biz bugün sizlərə ovqatı bölüşəcəyik. Ot dili, su dili, quş dili, ağac dili, daş dili, gül dili, çiçək dili bilən şair, rəssam Məmməd Dəmirçioğlu və ədəbiyyatşünas alimimiz, hər birimizin sevimlisi, Bakı Slavyan Universitetinin müəllimi Rüstəm Kamal və sevimli aşığımız, bütün elimizin, obamızın adını şərəflə, ləyaqətlə daşıyan və İncəlilərin, bütövlükdə Qazaxlıların bir fəxr bildiyi sənətkarımız Aşıq Şaiq İncəlidir. Və bir aşığımız da kadr arxasındadır. Onun səsini və avazını sizlər üçün bilirəm ki, məlhəm kimi veriliş boyunca sizlərə çatdıracaq. Odur ki, eşq aşiqlərinə söz ötürərəm, saz söz aşiqlərinə söz ötürərəm. Bərabər salamlaşaq və verilişimiz davam eləsin yavaş-yavaş. Buyurun, söz sizdədir. Sabahınız xeyir olsun, əziz tamaşaçılar, əziz saz söz sevərlər. Mən yol boyunca çiçəkləyən ağaçlara, puçurlayan budaqlara, torpağı eşqlə yarıb çıxan otlara, çiçəklərə baxdım. Və bugünkü verilişimizin də bir eşq üzərində qurulduğunu dərk elədim. Yəni Yunus İmrə, mənim sözümün və könlümün ustadı, bütün Türk dünyasının poeziyasının ustadı sayılan Yunus İmrə ilə başladı məclisimiz. Və sizə salam olaraq bahar ətirli və eşq dolu bir şeir göndərmək istəyirəm. Açıldı əlvan güllər, allarına eşq olsun, ağ üzü, al yanağım, xallarına eşq olsun. Könlün olsun yuxarı, yol al Allaha sarı, könül çiçək, diları, ballarına eşq olsun. Ayları var illərin, bülbülü var güllərin, sevda dolu dillərin, lallarına eşq olsun. Yolçu sansa yol yarın, haqqa sarı yol varın. Yol quldur, qul yolların, qullarına eşq olsun. Qullarına eşq olsun. Qullarına eşq olsun. Və bugün o qul yolların, qullarının hər birini xoş gördük. Buyurun Rüstəm müəllim. Mən də sevgili millətimizin bu bahar sabahını salamlayıram. Sabahları xeyir olsun. Millətimizin sözü, ruhu həmişə eşqdən yoğrulubdur. Çünki biz sözümüzü də, dövlətimizi də, ədəbiyyatımızı da eşqlə qurmuşuq. İnşallah bir-birimizi sevə-sevə, eşqimizi, sevgimizi paylaşa-paylaşa, çoxalda-çoxalda biz daha gözəl günlərə, firavan günlərə çatacağıq. Salam olsun millətimizə. Bir daha Şaiqin də ürək sözünü alaq. Şaiq Yunus İmrə ilə salamladı ifasından. Çox sağ olun Çiçək xanım. Sabah xeyir olsun bizə baxan bütün hər bir kəsin, eləcə də bax, gözəl şəraiti bizə yaradanlara eşq olsun, var olun, sağ olun. Mən də səhər-səhər bütün millətimizi bir daha salamlayıram. Belə gözəl insanlarla məni buraya dəvət elədiyinizə görə sizə də çox minnətdarlığımı bildirirəm. Bunların hər biri dahi bir insanlardır. Allah var eləsin Məmməd Dəmirçioğlu da, Rüstəm Kamal da.
Sizlərə də can sağlığı, var olun. Bir daha sağ olun, var olun. Bizi izləyən bütün tamaşaçıları salamlayırıq və bu məqamda elə bir saz musiqisini elə bizi izləyən hər bir tamaşaçımıza ötürək ifa gəlir Aşıq Qərib İncəlidən və biz vaxtı məqamı itirmədən inanıram ki, çox mükəmməl bir verilişi bax bu dolu insanlarımızla sizlərə çatdıra biləcəyik. Aşıq Qərib, xoş gəlmisiniz. Mən də hamınızı salamlayıram və Avdu Babalan Mehriban dastanından bir mahnı oxuyacağım sizlərə. Belə mən sən sevən daydanan alışdım, yandım. Az indi sən sevsən da mən istəmirəm, mən istəmirəm, az istəmirəm. Az vəfanı görmədim, az axır o sandım. Az vəfanı görmədim, az axır o sandım. Yox həvəsim az qandaz, mən istəmirəm, mən istəmirəm, az istəmirəm, az istəmirəm. Al yox həvəsim az qanda, mən istəmirəm, mən istəmirəm, az istəmirəm, az istəmirəm. Bəli, mən səni sevəndə alışdım, yandım. Az indi sən sevsən də mən istəmirəm. Vəfanı görmədim, axır oy sandım. Yox həvəsim qanda, mən istəmirəm. Az del o zaman ki azarlığın eleşesildi. Soruşul demedin az baş bu nasıl, az baş bu nasıl, az baş bu nasıl. Al necə yarpağa serdi, canıma serdi. Sən astad yandın, sən astad yandın. Mən istəmirəm, mən istəmirəm, az istəmirəm, az istəmirəm. Az necə yarpağa serdi, canıma serdi. Az necə yarpağa serdi, canıma serdi. Sənin əstaz yanda, mən istəmirəm, mən istəmirəm, az istəmirəm.
O zaman kağılın elə kəsirdi, soruşub demədin, bəs bu nəsirdi? Necə yarpaq əsirdi, canım əsirdi, sən əsdə yanda, mən istəmirəm. Ay geliş, al sen de yavdı kimin aycanan mola yanarsan, o zaman derdin az derle katarsan, derle katarsan. Az ölüm ayağından az ölüm ölüm, beni kurtarsan. Geçse şirin canla, ben istemedim, ben istemedim. Az istemedim, az istemedim. Az geçse şirin canda, ben istemirim, ben istemirim. Az ölüm, az ölüm, az ölüm, ölüm, az ölüm, ölüm. Sen davdı kim oda yanarsan, o zaman derdini derde katarsan. Az ölüm ayağından məni qutarsan, getsə şirin can da mən istəmirəm. Çox sağ olun Aşıq Qərib, təşəkkür edirik. Qəribin də ifasından bir eşq qoxu, eşq ətri gəldi və söhbət də elə verilişimiz də eşq üzərində quruldu Rüstəm müəllim. Deməli, ona görə mən bu verilişi eşq üzərində, sevgi üzərində qurdum ki, hardasa mövzularımız və şeirlərimiz o səmtə, o istiqamətə yönələcək bilirəm və biz bilirik ki, ağıl intellektual bir fəaliyyətdir və bu dünyanın dərki üçün, hər şeyi qavramaq üçün, oxuduqlarımızı, bildiklərimizi qavramaq üçün ancaq bizə ağıl gərəkdir və ən azından elə bizə nazil olan o müqəddəs kitabları qavramaq üçün bizə ağıl gərəkdir. Ancaq sufilər üçün, təsəvvüf ədəbiyyatı üçün ağıldan öncə eşq durur, könül durur və onlar bir məqsədə çatmaq üçün sufilərin fikrincə ən qısa yol və eyni zamanda ən şərəfli və ən çətin yol elə bu eşqin yoludur və bu eşq anlamı sufilər üçün ağıldan öndə durur. Könül anlamı, eşq anlamı sufilər üçün ağıldan öndə durur və ağılın yeri, yatağı beyindirsə, eşqin yeri, yurdu, məkanı könüldür. Və təsəvvüf ədəbiyyatında da belə bir anlam var. Dəli könül, divanə könül. Heç kim ağıllı könül demir. Bu baxımdan onda elə biz sufilərin və təsəvvüfçilərin fikrindən, yəni yolunla desək, eşq və ağıl məfhumundan danışaq. Çiçək xanım, o qədər dərin, geniş mətləflərə, mövzuya toxunubsuz ki, bunu bir verilişdə, nə bilim, hətta bir neçə verilişdə sona çatdırmaq, onu təhlil eləmək mümkünsüz bir işdir. Bəli, Türk ədəbiyyatının, Azərbaycan ədəbiyyatının, incə də dedim, cövhəri eşqdən tutuldu, sözümüzün.
cövhəri, mayası eşqdən tutuldu. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatını mən bir ədəbiyyatşünas kimi iki yerə bölürəm. Bir, işıqdan danışan ədəbiyyat. Bir də var, qaranlıqdan danışan, qaranlığı təsvir edən ədəbiyyat. Yəni, 19-cu əsrə qədər Azərbaycan ədəbiyyatı işıqdan danışıb. İnsanın işığa necə çata bilməsi haqqındadır. 19-cu əsrdən sonra cəmiyyətdəki qaranlığı, içimizdəki qaranlığı, Sabirdir, Mirzə Fətəli Axundovdur, Mirzə Cəlildir. Bu qaranlıq dünyadır. İnsanın qaranlıq içində çabalamasını göstərir. Və heç vaxt da işığa gedib çıxa bilməməsi haqqındadır. Ancaq klassik ədəbiyyatımız, irfan ədəbiyyatımız insanın işığa ucalması, işığa çatması haqqındadır. Ona görə də Yunus İmrələr, Pir Sultan Abdallar, Qaraca oğlanlar, Aşıq Veysəllər, Xəstə Qasımlar, Abbas Farqanlılar, bunlar əbədidirlər. Çünki işıq haqqındadır. Və mən burada bir haşiyə də çıxmaq istəyirəm, Şeyx xanım. O mətləbə də çox dərinə varmaq istəmirəm. Mənim fikrimcə, aşıq sənəti ilə ozan sənəti bir-birindən bağlı deyil. Paralel dünyalardır. Aşıq sənəti, aşıqlar eşqdən danışan adamlar olur. Eşqi paylaşan adam. Aşıqlar olublar. Elə işıq, yəni İşığı onlar ozanlar isə əcdadlarımızın hünərlərini, əcdadlarımızın əməllərini, atalarımızın dastanını söyləyən zümrəyə ozanlar deyirlər. Bəzən bizdə ədəbiyyatşünaslıqda belə bir məncə səhv fikir var ki, aşıq sənəti güya ki ozanlar yaranır. Mənim fikrimcə bunlar biraz yanlış fikirlərdir. Bunlar iki paralel bir-birindən hardasa kəsişən, hardasa ancaq çox maraqlı paralel dünyalardır. Paralel dünyalardır. Bu uzun söhbətdir. Və irfan dünyası bizim sənətimizə, bizim ədəbiyyatımıza nələri verdi? Ən azı təxəllüsləri verdi. Təsəvvür edirsin ki, heç bir şairimiz Cavidə qədər təxəllüsü, adları, bu çox vacib şərtdir. İrfan mənalar çevrəsinə daxil olmayan sözü özünə təxəllüs götürməyib. Vaqif deyilədi, Salih deyilədi, Füzuli deyilədi, Nizami deyilədi, hamısı. Yəni o dünyaya, o eşq dünyasından bağlı olan hansı qutsal mənalar varsa bu şairlərimiz özünə təxəllüs götürübdür. Sonra çox təəssüf ki, təbii ki, hava dəyişib, ideologiya dəyişib, özünü dəyişib və təxəllüslər də dəyişibdir. Və mən çox sevinirəm ki, elə bizim yanında oturan dostum, qardaşım da həmin irfan poeziyasının dilimizdə olan yaddaşından qopan o yarpaqları, o havanı, o intonasiyanı 20-ci əsrdə, 20-ci əsrin sonunda, 20-ci əvvəldə yenidən havalandırdı, yenidən o havanı bizə dadızdırdı. Yəni o dilin yaddaşındaydı, inancımızın yaddaşındaydı, ruhumuzdaydı. Sadəcə olaraq o intonasiyanı, o havanı bir də gətirdi. Ona görə də fikirləşirəm ki, bizim eşq fəlsəfəsini öyrənməyimiz çox vacib şərtdir. Eşq fəlsəfəsi həmişə müsəlman şairlərinə, irfan şairlərimizə, ümumiyyətlə klassik ədəbiyyatı bilicilərinə çox vacib şərtdir. Çünki biz nə qədər bu dünyada adlar daşısaq da, axırda bir adın içində əriməliyik. O da o böyük adın içində əriməliyik. Leyli Məcnunda nə tərdir? Nizaminin Leyli Məcnunda da siz görürsünüz ki, Məcnun Leylinin adını silir. Artıq, çünki Leyli artıq Məcnunun adının içindədir. Onlar bir ad olublar. Biz də axırda bütün bu dünyada nə qədər adlar, təxəllüslər, ləqəblər daşısaq da, axırda bu eşq fəlsəfəsinə görə eşqin axırda bir adın içində itirik, əriyirik. Eşq olsun. Çox sağ olun.
Rüstəm mənim danışdıqca mənim xəyallarım xeyli uzaqlara getdi. Ustad, mənim ikinci kitabımın adı, özünüz bilirsiniz, Eşqəmdir. Və hətta bu kitabın adını qoyulanda bir xeyli də dostlarda, tanışlarda bir fikir oyandı ki, bu qədər də böyük yekəxanalı olmaz ki, sən Eşqəm deyib kitaba da ad qoyursan. Sonra mənim orada balaca bir şeirimin adıdır, Eşqəm adlı bir kitab, yəni şeirin adıdır. Orada bir bənd yadıma düşdü ki, deyir, söz oldum saz nalasından, söz oldum saz nalasından, yaz oldum gül lalasından, qumru quşlar yuvasından, baxıb dillənən eşqəm eşq. Yəni, mənə elə gəlir ki, bayaq da qeyd elədim, eşq torpaqdan cücərib, Allaha doğru uzanan nə varsa, üzü Allaha nə varsa, bunların işığa doğru nə varsa bir eşqdir. Və orada bir bənddə yadıma düşdü ki, işığa çıxa bilmədi son dəfə udduğum nəfəs, mən ki son sözümü dedim, nədir içimdəki o səs? Və çox gözəl də qeyd elədiniz ki, biz işığa doğru, içində qalan adamın o sözü də işığa doğru can atmaq istəyir. Elə ağzından çıxanda işığa dönüb uçur. Və Rüstəm Kəmal haqqında qısaca belə deyim ki, mən sonuncu 2 kitabımın, yəni Səhra Güllərini və Söz açılan Göy kitablarımın redaktorudur və bu kitabların ərsəyə gəlməsində çox böyük xidmətləri oldu. Buna görə təşəkkür edirəm. Elə bu yerdəcə Rüstəm Kəmala mən bir şeir həsr eləmişdim. İstəyərdim onu da deyim. Gözlərə inana bilmirəm daha. Qaşların dilini biləndən bəri. Elə güləndə də ağlayır gözüm, yaşların dilini biləndən bəri. Nəfsimdən utandım, gözümü dandım, özümü tapdıqca özümü dandım. Dilimi unutdum, sözümü dandım, quşların dilini biləndən bəri. Sönməyi öyrənib, alışa bildim, alışıb, sönməklə barışa bildim. Dil tapıb Tanrımla danışa bildim, daşların dilini biləndən bəri. Və bu şeirin başında qeyd eləmişdim ki, quşların və daşların dilini bilən Rüstəm Kəmala həsr olunur bu şeir. Mən elə ona görə sizi təqdim eləyəndə tamaşaçılara təqdim elədim ki, quşların, daşların, otların, suların, güllərin dilini bilən, hətta göylə uçan durnaların dilini bilən Məmməd Dəmirçioğludur bugün bizim qonağımız. Biz Rüstəm Kəmalı hər vaxt bu regionda, biz televiziyamızda, verilişlərimizdə mütəmadi olaraq yəni gətirə bilmirik. Hərdən bizim bölgədə, regionda qonaq olur. O məqamda, o məqamların biri də bugün idi və mən dedim ki, Rüstəm müəllim sizlə efirə çıxmağa çox şairlər can atır. Yəni seçim sizlik olsun, bizlik olsun. Gəlin bu şairlərin birinlə siz bizim verilişə qonaq olun və o zaman elə o özü də sizi dəyərləndirdi ki, qoy elə mən öz dostumla çıxım. Yeri düşmüşkən, yenə qeyd edeyim ki, mənim şeirlərimin içindən doğrudan da bu bir sufi xəttimi deyim, bir sufi nəfəsimi keçir. Ancaq mən heç vaxt bir sufi yolunun yolcusu olmağını və o təsəvvürün içində olmağımı bilmirdim. Sadəcə olaraq mənə gələn nə səsdir, of yahu, yahu deyirlər deyib, eləcə mənə gələn səsləri yazmaqla məşğul aydım. Sizin özünüzün də xəbəriniz olmadan haqdan, Tanrıdan gəlir və sizi o yolun yolçularından elə. Yəni siz buna məqsədli şəkildə gəlməmisiniz. Yox, təbii elədi və mən yəni bu Səhra Gülləri kitabından sonra da yəni sufi yəni şeirlər yazmaq üçün təriqət şairi olmaq lazım deyil. Təriqətdə olmaq lazım deyil. Başa düşürəm, təriqət poeziyası ayrı şeydir. Təriqətdə olan şairlərin poeziyası ayrı olan şeydir. Ancaq sufiyanə ruhlu, sufi fəlsəfəsindən, yaddaşında sufi fəlsəfəsini yaşadan şeirləri yazmaq tamam başqa şeydir. Bilirsiniz mi? Mən Dəmirçioğlu'nun şeirlərində, yəni bölgədən gələn, özünün yaddaşından, dilin yaddaşından gələn nəfəsi gördüm.
nəfəsi gördüm, o fəlsəfəni gördüm. Ona görə də dedim ki, bax bu irfan yaddaşı onun ləhcəsindən gəlir, ruhundan qopub gəlir. Ancaq bəzi tənqidçilər, tədqiqatçılar belə anladılar ki, sadəcə olaraq sufiyanə şeirlər yazmaq üçün, yaxud da cövhərində, mayasında sufi fəlsəfəsini əxz edən şeir yazmaq üçün mütləq gərək bir təriqətə xidmət edir. Tamamilə elə şey yoxdur. Füzulinin də elə şeirləri var ki, Füzuli də, Hafiz də heç təriqət şairləri olmayıbdır. Ancaq gözəl şeirləri var. Ustad, Səlahaddin Xəlilov da təxminən o şeirlər haqqında belə bir söz işlədib ki, Məmməd Dəmirçioğluna sufi nəfəsi Əbu Turxandan və tutaq ki, yox, yəni təriqətdən yox, sazın, qara sazın çanağından çıxıb gəlir. Və mən orada bir şeirim yadıma düşdü ki, bu qara saz ruhanini yorub ürfana yol gedir. Pərdələrdə qəm divanı qurub ürfana yol gedir. Tanrım tanıyar qulunu, göylərə qalxan qolunu, yollardan haqqın yolunu sorub ürfana yol gedir. Bir canımdır var dediyim, hər anda uçar dediyim, can içimdə yar dediyim, var ürfana yol gedir. Yəni doğrudan da qara sazdan gələn bu ürfan, elə qara sazın özü də bir ürfana yol gedir. Eşq dastanlarımızda o xəmirdən yoğurulubdur. Yəni oradan gəlir hamısı. Bir halda ki sizə bu sufi nəfəsi qara sazdan gəlir, onda qara sazımız dillənsin, bir Qorqud heykəli idi, saz dilləndi, dirildi. Sazımız dillənsin, dirilsin, Aşıq Şaqin ifasında növbəti bir ifana var. Deyirəm, Ayçiçək xanım, mən də Məmməd Dəmirçioğlunun bir şeirini sizlərin nəzərinə çatdırardım. İcazənizlə bu yaxın vaxtlarda mənə belə bir adda şeir yazıb göndərib. Mən də onu istəyirəm efir vasitəsindən oxuyam. Qoy dinləyicilərimiz də, tamaşaçılarımız da bu şeiri qulaq assınlar. Və buradan mən İmran Nəbiyevi salamlayıram. Ən çox o işlədir bu sözləri. Var olun, sağ olun Dəmirçioğlu. Şimşək kimi çaxırsan oğlun sağ olsun, çaxırsan oğlun sağ olsun. Cadar cadar könlümüzə, cadar cadar könlümüzə, yağırsan oğlun sağ olsun, ay sənin oğlun sağ olsun, ay sənin oğlun sağ olsun. Yenə dəli şimşək kimi çaxırsan oğlun sağ olsun, cadar cadar könlümüzə yağırsan oğlun sağ olsun. Sazın durna boylu mələk söhdü bizi lələk lələk. Aya kör bulaqda bənövşə tək qoxursan oğlun sağ olsun. Belə oxum indirdin yayına, oxum indirdin yayına, çətin ki qovun yayına, çətin ki qovun yayına.
Dönübsən incə soyunu Dönübsən incə çayına Axırsan oğlun sağ olsun Ay sənin oğlun sağ olsun Oğlun qızın sağ olsun Oxum indirdin yayına Çətin ki qolun yayına Dönübsən incə çayına Axırsan oğlun sağ olsun Oxursan oğlun sağ ol, oxursan oğlun sağ ol, ay sənin oğlun sağ ol, ay sənin oğlun sağ ol. Oyan Dəmirçioğlu, oyan, Çənli beldə qana boyan, Cunun kimi Koroğlu'dan, oxursan oğlun sağ olsun. Var olun, canın sağ olsun. Siz sağ olun, Aşıq Şaiq. Bəli, bu elə bir növ folklora uyğun bir şeir idi. Oğlun sağ olsundu, tutaq ki, Məmməd İlqarın Atamanam şeiridir. Bunlar İncə Dərəsinin yəni elə ləhcəsindən gələn şeirlərdir. Buyurun Rüstəm müəllim. Mən keçən də bir tədbirdə dedim. İnce gülü ince günü şölende de dedim. Bizim Qazaxda, ümumiyyətlə bu bölgədə bizim mükəmməl poeziyamızı yaradan, ona qida verən ən böyük qaynaqlardan biri də təbii ki, bizim şifahi sözümüzdür, bizim folklorumuzdur. Cicilərimizin, analarımızın qımqımlarıdır, bayatılarıdır, oxşamalarıdır. Laylalardır, nağıllardır. Səməd Urun da oradan gəlir, Məmməd İlqar da, Ağamalı Sadiq də, Məmməd Dəmirçioğlu da, nə bilim, Osman Sərvərli də, İbrahim İlyaslı da, Barat Vüsal da, hamısı oradan gəlir. Bizim Məmməd Aslan da, Məmməd İsmail da, yəni sadalıq bu çox böyük qüvvədir. Və o cümlədən də Qazaxın ən zəngin, təbii ki, büyünə kimi də folklor ənənəsini, öz nəfəsini, o ağzının sözünü saxlaya bilən bölgələrdən biri də ən yeganə bölgə hələ ki, mənim fikrimcə, o da İncə Dərəsidir ki, orada qımqımılar var. Və mən orada da dedim ki, bu qımqımı janrı təbii ki, bir şaman duaları kimidir. Bu bir şaman havacatı ilə yoğrulmuş sözlərdir. Və mən çox sevinirəm ki, məsələn, İbrahim İlyaslı da, Dəmirçioğlu da, yəni yazılı ədəbiyyatda artıq bu qımqımılar yeni bir formasını tapır. Öz havasını, qımqımı havasını şeirinin intonasiyasına, özlərinin şeirinin intonasiyasına gətirir. Yəni, qoymur içsin xalqın o xəzinəsi, o söz xəzinəsi itməyə qoymur. Yeri gəlmişən, Çiçək xanım, qoy burada da bir dənə şeyi haşiyan çıxıb ki, yadımdan çıxmasın. Qardaşım Məmməd Dəmirçioğlu ilə bağlı deyim ki, bu kişidə təbii ki, 10 barmaqda 10 mərifət var. Yəni, bu rəssamdır, heykəltaraşdır, dizaynerdir, çox mükəmməl şair olmaqla müzdür.
həm də ki çox gözəl, çox maraqlı bir janrın mən deyərdim ki, əsasını qoydu. İnsan mənzərələri silsiləsindən elimizin, günümüzün dəyərli insanları, ölüb getmiş, indi Allah var eləsin, sağ eləsin, qalmış insanları haqqında çox şirin, özünə məxsus təhkiyə ilə, özünə məxsus sujet yaradıcılığından çox maraqlı belə deyim, yazılar ortaya qoydu və Ədalət qəzetində silsilə, hissə hamısı çap olundu. İnşallah bir dənə kitab şəklində çıxacaq. O cümlədən də eşqə gəlincə deyim ki, mən burada özümü bir savab iş görmüş kimi sayıram ki, mən bir dəfə Dəmirçioğluna elə hökm kimi, əmr kimi bir dəfə dedim ki, ay Dəmirçioğlu, siz hər dəfə yol keçəndə Hürmələk nənə deyilən bir yerdə ziyarət edirsiniz, oraya dualar oxuyursunuz. Gəl sən bu Hürmələk nənədən bir əsər yaz. Düzünü mən dedim, şair də poema yazsın. Ancaq bu eşq əhli, bu içində irfan fəlsəfəsini daşıyan bu kişi birdən Hürmələk nənə haqqında mənim gözlədiyimdən də, mən bəlkə də gözləyirdim o səviyyədə yox, gözəl bir dastan deyərdim, dastan yazdı. Yəni Hürmələk nənənin heç kim tərcümə halını da bilmir. Bu müqəddəs qarının taleyini bilmir. Ancaq Dəmirçioğlu onun öz içindən keçirərək onun bir maraqlı, şirin bir tərcümə halını yaratdı. Gözəl bir əsər ortaya qoydu. İnşallah biz təqdim eləmişik Azərbaycan jurnalına da bu yaxınlarda həmən Hürmələk nənə mən adını poema esse qoymuşam. Poema essesi çap olunacaqdır. Biz Dəmirçioğlu'nu bayaq düz dediniz ki, elə 10 barmağı, hər barmağı bir sirdir, bir möcüzədir. Bilmirik hansı barmağından tutaq ki, o barmaqdan danışaq və bəli, Dəmirçioğlu'nun yaradıcılığında qımqımılar, yəni könlə qımqımı, eşqə qımqımı, sulara qımqımı, tanrıya qımqımı, əllərə qımqımısı, ağaçlara qımqımı, quşlara qımqımı, hər şeyə qımqımı, şeirlərini bir qımqımı üstündə qurur. Bu bunun yaradıcılığının bir tərəfi, eyni zamanda yeni kitablar hazırlanır. Bu yaradıcılığının bir tərəfi daha böyük uğurlar Dəmirçioğlu'nu gözləyir və sürprizlər gözləyir Dəmirçioğlu'nun bu yazdığı yazılar üzərində nələr yaranacaq. Biz ancaq xeyir dualarımızı verə bilərik. Sizin bizi sözünüzə ayaq verim və Dəmirçioğlu'nun seyirlərini ötürüm. Siz incə günü, incə gülü şöləninə toxundunuz və mən məqamı düşmüşkən qoy tamaşaçıların nəzərinə çatdırım ki, sevgili tamaşaçılar, incə günü, incə gülü saz-söz şöləninin bu ilki mərasimi, bu ilki ikinci il şöləni bu ilin may ayının 18-nə planlaşdırılıb. 18-i, 19-u bu Elat bayramını biz İncə dərəsində yenə keçirəcəyik və mən bir daha bu efir vasitəsilə bütün tamaşaçılara deyirəm, bura açıq havada keçirilir, açıq qapıdır. Mən ötən verilişdə də demişəm, bizim qapı dost qapısı, gələnə canımız qurban. Bütün hər kəs ora dəvətlidir və biz bu şölən üçün heç kimə dəvətnamə paylamırıq. Bu açıq səmada, açıq havada keçirildiyinə görə hər kəs gəlib saz-söz şölənindən dəyərlənə bilər. Ancaq çıxışlar burada təşkilat komitəsi tərəfindən təbii ki müəyyənləşdiriləcək. Biz çıxış üçün yox, bütün hər kəsin iştirakı üçün hər kəsi bu könül dostlarının bayramı dəvət edirik. Könül qurmaq istəyənlər həmin şölənə dəvət olunur. Mən bəri başdan bax bu nefir vasitəsilə deyirəm. Bəli, gəldik Məmməd Dəmirçioğlu'nun qımqım yaradıcılığına. Bir şeir gəldi. Dünya itib batacaq, bir günahlar içində, körpəyənmiş ay Allah bu günahlar içində. Ürək çatlar nar gündə, qaysağı qanar gündə, dostu arad dar gündə, gülü bağlar içində. Sonu yoxmuş bu dərkin, ruh bədəndədir dərgin, bu dünyanı bilər kim, gülü bağlar içində. Mənim əslində qalında qımqımı mənə elə gəlir ki, elə şeir qımqımıdan yaranır. Əvvəlcə adamın içində zümzümə kimi qımqımın şəklinə gəlir, sonradan
şeir halına çevrilir. Gözlerimi yuyuram, sevdalarda uyuram, eşkimlə qoruyuram, vəfamı gizli-gizli. Bulutlar çətir-çətir, göydən göz yaşı səpir, dil susur, ürək çəkir, cəfamı gizli-gizli. Mən bu yollara yaddım, qurtardım addım-addım, içimdə duydum, daddım, səfamı gizli-gizli. Ruhumda Allah eşqi, canımda ölüm xofu, cənnətimdə tamah var, cəhənnəmimdə qorxu. Bir yolçuyam, yolların qəza qədərində mən, sevincimdə çiçəyəm, filəm, kədərimdə mən. Gəzib tapmadıqlarım yer boyda, göy biçimdə, Allaha yalvarıram qorxu, tamah içində. Ölümsüzdür çiçəklər, solan yerdən bitəndir. Ömür harda başladı, oradaca tükəndi. Ömür ağac, can alma, hər saqidən can alma, can verəndən can alma, canı alana gəl. Dil dedikcə on eylər, bir dərdini on eylər, on dərdinə on eylər, on ey çalana gəl. Dil dodağa yalandı, dodak alışdı yandı, yalan doğru yalandı, doğru yalana gəl, doğru yalana gəl. Bu Dəmirçioğlu'nun bütün şeirləri təxminən, bəli Rüstəm müəllim, elə bir nəsə fikriniz vardı? Mən demək istəyirəm ki, Dəmirçioğlu'nun şeirlərində niyə görə mənə xoş gəldi, çox sevdim. Onun hər sətrin üstündə, hər beytin üstündə nəfəsinin möhrü var. Şeir içindən oxuya çıxır. Başlayım, şeir gərək insanın içindən oxuya çıxsa. Yəni oxuya çıxın deyəndə tamaşaçılarımız ya da şairimiz elə anlamasın ki, şair oturub elə mahnı oxumalıdır. Yəni sözün özü insanın içindən, içindəki qaranlıqdan işığa o nəfəslə, nəfəs özündə olmalı. İndi bizdə çoxlu şeirlər var ki, sətirlərin, sözlərin məsamələrində arasında şairin nəfəsi yoxdur. Elə bir quru sözlərdir. Görürsən, hər şey yerindədir. Ancaq həmən o hava, o nəfəs, o havacat, o qımqımı, o heç nə yoxdur. Başladın mı? Şey yox. Ona görə də bütün bizim Dədə Qorqud da bu cür dünyaya gəlib. Qımqımlarımızda, qoşmalarımızda, gərək içindən oxuya çıxsın. Məsələn, mən fikirləşirəm ki, bizdə axırıncı şairlər ki, o içində nəfəs, oxuya söz içindən çıxıb, məncə Səməd Vurğundur. Səməd Vurğunun bütün şeirləri, hətta poemaları da belə içindən, bilirsənmi, oxuya çıxıbdır. Oxuya çıxıbdır. Hüseyin Arifdə də belə hallar mümkündür. Bilirsənmi, gərək onda şeirin magik gücü, magiyası çox güclü olur, çox təsirli olur. Bu mənada, bax, bu oxuyanda, şeirləri oxuyanda mən o nəfəsi bir daha hiss edirəm ki... Dəmirçioğlu deyərsən şeir demək istəyir, şeirimiz Bayaq o gəlsin. Tanrıya qımqımını demək istəyirdim, yadım. Buyurun. İndi onu tapdım, elə çox istəyərdim o şeiri deyim. Yerinə düşdüyü üçün Şeyx xanım. Deyir, Tanrım, eşqinlə odlanan bir lalə haləsindəyəm. Baharın gül camalında, payızın naləsindəyəm. Yolum sənə, izim sənə, hara dönsəm, üzüm sənə, yana-yana, sönə-sönə, yarı od, yarı küldəyəm. Sal ocağa, sal sazağa, qıyma ki, düşüm ayağa, lütfünə layiq olmağa, para saç, para kündəyəm. Aşıqın sevdalı halı, çiçəklərdən sorar balı, adına aşiq olalı, gah gül, gah arı gündəyəm. Eşq olsun və Rüstəm müəllim, mən deyirəm ki, bir halda ki, qımqımlardan düşdü. Məqamı Dincə dərəsinin qımqımlarından da verək. Aşıq Şaiqin bir qımqımısı gəlsin, əgər məqamdırsa
bizim bu verilişimiz üçün bir qımqımı da ərmağan eləyək hər bir aşığımızdan. Az da güldü durursan elin yüzünden, az da ağlamasın emin. Aman şabanındaki, yanarım amanındaki, amanındaki, yanarım amanındaki, amanındaki. Az küləhlər saçından bəhbaş oynayır, az da meylin mənəmi. Amanındaki, amanındaki, yanarım amanındaki, amanındaki, yanarım amanındaki, amanındaki. Az yaxşıya yaxşı ol, yamanı tanı. Az yaşa babaları torpaq salı. Az qaraca gözümlə məltək olmalı. Az sanırsan qanalı. Amanındaki, amanındaki, yanarım amanındaki, amanındaki, yanarım amanındaki, amanındaki, ölürüm amanındaki, amanındaki, yanarım amanındaki, amanındaki. Az hər məni görəndə qıyğacı baxma. Az yanarım aman yandır yaxma. Az demirəm bəzən balkona çıxma. Az anlatma yanamı. Amanındaki, amanındaki, severəm amanındaki, amanındaki, canım mən amanındaki, amanındaki, severəm amanındaki, amanındaki, canım mən amanındaki, amanındaki. Az nədir sənin dəhlinin al yazıqla. Az qorxuda bilməzsən şahda sabahla. Könlümün al getməyim mən qazaqdan. Az nə olar açaydın. Amanındaki, amanındaki, yanarım amanındaki, amanındaki, ölürüm amanındaki, amanındaki, yanarım amanındaki, amanındaki, severim amanındaki, amanındaki. Ay çox sağ olacağız Şaiq. Bax bu əsl ovqat bu idi. Siz bu qımqımları oxuyanda inandırım ki bütün millətin ovqatı əsl ovqata, xoş ovqata köklənir. Mən istəyirəm Rüstəm müəllimdən ədəbiyyat söhbətlərinə keçməmiş Aşıq Qəribdən də bir ifanı alaq. Mən bilmirəm nəyi hazırlayıb da ifasıyla buyursun Aşıq Qərib. Ya O da deydin bir qımqımı söyləsən. ya qımqımı oxusun, ya bir gözəl ifa. Hər halda sazı hansı keytdədir Aşıq Qərib özü
nizamlayacaq və davam edin. Deyirəm oğlu sağ olsun, mən də bir qımqım olsun. Ne güzel olar. Qərbin özünə məxsus qımqım Hə, oxumağı çox var sevirəm. və ən çox elə qımqımlarımızı Qərbin ifasında eşidirik. Şaib onu müasirləşdirir qımqımını. O incəli sayağı oxuyur. Ala der yeter amala, yeter amala, yeter amala, alemala, yeter amala, yeter amala, alemala. Ala malı koynumdan istemirəm, ala qurracan dolma, dolma, alemala. Ala Leyli kimdi, Məcnun kimdi? Ala vallah mən Leylidən betələm al, betələm al. Aləm ələ, yetələm ələ, yetələm al. Aləm ələ, yetələm al, aləm ələ. Ala soruşanlar kimin kızısan? Alan ey oğlu suyun kızı, yeteleme, yeteleme. Aleme, yeteleme, yeteleme. Ala delalim kurda zer, vallah gözüm sen gezer. Yarın amal, yarın amal. Alemele sen amal. Alemele yetelemele, yetelemele. Ala balaca vaxtından peyman bağladık. Ala zorla dolsa sana geləcəm, ələ geləcəm, ələ geləcəm. Aləm ələ geləcəm, aləm. Ala deyirəm quruda zer, gözüm sən gəzir. Yarın amal, yarın amal. Alem ələ sən amal, alem. Ələ deyirsən nədən ötür maray nəyi? Sataram al, sataram al. Alem ələ sataram al. Alem ələ yetərəm al. Ala delarim zora görür, gözüm sen görür. Yarın amele, yarın amele, sen amal. Alemele, sen amal. Alemele, yetelemez, alem. Ala balada boyuna, elini kürəyinə. Dolanım ələ, dolanım ələ, yetələmə. Aləm ələ, yetələmə, yetələmə. Ala der 10.000 verəcəm, vallah zorla gezəcəm. Sənə də ələ, sənə də aləm ələ, yetələmə, yetələmə. Aləm aman
olsun qərib, var olun. Özünə məxsusdur qərbi ifalarda və qımqımlarda. Bir öncə İncə dərəsində bu qımqımları oxumağa bir qadağa qoymuşlar. Əslində bizim musiqilərimiz də, şeirimiz də bu qımqımların içindən çıxdığından bu qədər safdır, durudur və könüllərə bu qədər asanlıqla belə yol tapa bilir Rüstəm müəllim. Əksinə, milli şair o şairdir ki, əslində milli poeziya özü xordur. Yəni özündən əvvəlki səsləri də öz səslərinə qatır. Yəni bu qımqımı xalqın səsidir. Bu səs də indiki şairin içində yaşayırsa, bu səslər dünyası, bu xor dünyası, onda sözümüz böyük olur. Eşq olsun ki, siz bu səsləri itməyə qoymadınız, Çox sağ olun. Bax, belə maraqlı elə bilirəm ki, verilişimiz gedir Rüstəm müəllim. Bir halda ki, biz bütövlükdə hər birimiz önəmli mövzu kimi Məmməd Dəmirçioğlu'nu qoydu. Əslində biz elə sizin başınıza yığışmışdıq və Məmməd Dəmirçioğlu'na... Bugün özümüz onu qəhrəman seçdik. Bugün qəhrəmanımız verilişimizin qəhrəmanını seçdik. Bəli, biz sözün başına yığışdıqsa, onda bizim həmkarlarımız Məmməd Dəmirçioğlu üçün bir hədiyyə də hazırlayıb, bir süjet hazırlayıblar. Elə bilirəm ki, onun üçün bir yaxşı hədiyyə olacaq və məqamıdır ki, həmin süjeti də bu verilişə daxil eləyək və bu da bizim Məmməd Dəmirçioğlu üçün bizim televiziyamızdan bir hədiyyə olsun, süjetimiz gəlsin. Adəmdən özüməcən dünyanın hər fəslini, hər anını yaşadım. Can evimdə Məhəmmədin, İsa'nın, İncilini, Quranını yaşadım. Simruq verən lələkləri odladım. O dünyadan bu dünyaya adladım. Qarğın eydə fələhləri odladım. Qara sazla ürfanını yaşadım. Nəfəs alıb bu dünyaya qarışdım. Olumuyla, ölümüylə barışdım. Söz üstündə kəlmə-kəlmə alışdım. Füzulini, Qurbanini yaşadım. Şair oldum bir ahımın eşqinə, könül verdim ilahimin eşqinə. Xəlilullah İbrahimin eşqinə, İsmailin qurbanını yaşadım. Ne yolu büfürdüm İsrafil surun, səsimin sirrini xəlvətdən sorun. Soyulub doğranan həllac mənsurun, can evinin viranını yaşadım. Nişan aldı, ofçu vurdu, ölmədim. Zaman zülmət, içim nurdu, ölmədim. Hər anımda ölüm durdu, ölmədim. Dözə-dözə bu fanini yaşadım.
Mənim səndən başqa ey kimin var Allah ya. Qoy deyim dərdimin ey bilahlarım, bilahlarım, bilahlarım. Elə könüldən könülən ey söz nə gərəkdir, söyləyə bilməyir ey dilahlarım, dilahlarım, dilahlarım. Mənim səndən başqa kimin var Allah? Mənim səndən başqa kimin var Allah? Qoy açım dərdimi, bilahlarımı. Könüldən könülə söz nə gərəkdir, söyləyə bilməyir dilahlarımı. Hüngələn üstümdən ağlayan alələm, alələm, alələm ey gözdüm ürəyim. Nə qədər dərd mən ey dözdüm ürəyim, dözdüm ürəyim. Hüngələn içimdən üşüyən ey közdüm ürəyim. Örtmüşəm üstünən ey külahlarımı, külahlarımı, külahlarımı. Üstümdə ağlayan gözdü ürəyim. Nə qədər dərdimə dözdü ürəyim. İçimdə üşüyən közdü ürəyim, örtmüşəm üstünə külahlarımı. Allara, ballara dözümü əydim. Özümü əydikcə özümü əydim. Hər ötən tamaha dizimi əydim, qarışqa eylədim filahlarımı. Doğulub dünyaya gətirdim ömrü, güya ki bir təhər bitirdim ömrü. Allah, günahlarda itirdim ömrü, bir ömür ver yuyum günahlarımı. Bax belə, dəyərli tamaşaçılar, hörmətli Məmməd Dəmirçioğlu, bizim əlimizdə olan materiallardan, kadrlardan biz sizə belə bir hədiyyə hazırladıq. Çox təşəkkür edirəm. Özümüzün də xəbəriniz olmadan, bəli, o materiallar bizdə olduğuna görə biz maraqlı olsun deyə belə bir süjeti də hazırladıq. Rüstəm müəllim, mən bilirəm ki, biz verilişə hər şeyi sığışdıra bilməyəcəyik və özüm də əvvəlindən dedim ki, qaçaraq nələri çatdıra bilirik, onları yerləşdirək, qaçaraq da cavab verək, qaçaraq da aşıqlarımızın ifasına yer verək ki, bəzi şeyləri çatdıra bilək və bir azca ədəbiyyat mövzusuna gələk, ədəbiyyatımızın bugünkü vəziyyətindən, şeirimizin bugünkü vəziyyətindən, qoşmanın, gəraylınan, sərbəst şeirin bugünkü durumunla bağlı bir fikirlərinizi alaq və Məmməd Dəmirçioğlu'nun yaradıcılığında ən çox yer alan varlıq, yoxluq, boşluqla bağlı şeirlərini alaq ki, vaxt itirməyək. Buyurun, sizin fikirləriniz. Mən də elə qaçaraq, ütələk cavab verirəm. Əlbəttə, böyük poeziyamız var, bu sözsüz. Çox istedadlı insanlar var, bu da sözsüz. Ancaq məni hər dəfə müxtəlif məclislərdə deyirəm və məndən də inciməsinlər. Mən deyirəm ki, bugün yaranan qoşma və gəraylılar, bir çox şairlərdə qoşma adından, efir etikasına əməl edərək ad çəkmirəm.
bir çox qoşma gəraylılar var ki, əslində bunlar 8-liklərdir. 11 hecada yazılmış şeirlərdir. Klassik qoşmaya, klassik gəraylıya bunun dəxli yoxdur. Bir-iki səbəbini də deyəcəm. Və təsadüf deyir ki, bir çox bizim böyük şairlərimizin, indi sağ olan şairlərimizin qoşmalarını, qoşma dedikləri şeir formalarını heç bir aşığımız oxuya bilmir. Nəinki oxuya bilmir, heç əzbəriyə bilmir. Bizdə gəraylılar var ki, böyük şair adı dünya ilə birdir, kult yaradıblar. Ancaq onların gəraylısını heç bir aşıq oxuya bilmir. Ancaq deməli, bu qoşma gərayının nəinki özünün fəlsəfəsi var, öz havası var, öz mövzusu var. Məsələn, birini deyəcəm, bəlkə yəni, bədahətən deyirəm. Çünki hazırlıq keçmədən deyirəm. Məsələn, gəraylıda mənim fikrimcə çoxlu dərin metaforalara getmək olmaz. Gəraylının mövzusu, ölüm mövzusu, gəraylının mövzusu deyil. Mənim fikrim belədir. Gərayda, məsələn, oxşamada, bayatıda ölümdən, məsələn, deyə bilər. Məsələn, analarımız yas yerində görürsən, bayatı formasında ağlayır. Ancaq gəraylıda ölüm mövzusunu ifadə eləmək olmaz. Ola bilsin ki, sevgili millətimizə mən bunu ilk dəfə izhar edirəm, qoy bilsinlər hər halda. O var, mən iki yerə bölürəm indi. Bir var poeziya, şeir. Bir də var tekstlər. Çoxlu sərbəst şeir adından çoxlu tekstlər yaranır, mətnlər yaranır. Əvvəldə bizdə hələ sərbəst şeir yoxdur. Bizdə sərbəst şeirin boğazı yoxdur. Nazim Hikmətin, nə bilim, kimin təsirinlə müəyyən şeirlər yaranıb, ancaq bizdəki sərbəst şeirlər pozuq hecada, yaxud da pozuq əruzda olan şeirlərdir. Yəni, əruzu pozubdur biraz. Hecanı pozur, o da olur sərbəst şeir. Məsələn, elə birinin, Rəsul Rızanın məşhur deyirlər, Lenin poeması sərbəstdə yazır. Mən oxumağı bacarmı deyirəm. Mən hansı bir insana bənzədim ki, Leylini... Əruzdur bu. Pozuqdur. Yəni, bunu istəyirsən meyxana kimi də oxu. Bu əruzdur, pozuq əruzdur. Və çoxlu şeirləri də var ki, bizim o sərbəst şeirin, onlar baxırsan ki, hecadır. Sadəcə olaraq hecanın birini orada əksik eləyib, birini orada çox eləyib, bizə də sırayıfla sərbəst şeir adı altında. Çünki sərbəst şeirin özünün çox iç ritmi var. Çox mükəmməl iç ritmi olmalıdır. Mükəmməl, deməli, deyim hədəfi olmalıdır. Bizdə isə bir də görürsən ki, bir dənə hekayəti tuturlar alt-alta qırıq-qırıq sətirlərlə, ancaq ritmi çəkir. Ona görə də bizdə sərbəst şeirin də heç böyük şairləri də yaranmadı, siz görürsünüz. Sonra ola bilsin ki, deyirəm, sərbəst şeir bizdə şeylə bağlı olsun, şəhərlə bağlı olsun, şəhər həyatından, başqa ritmlə, urbanizasiya. Bizim millət isə ritmini çox gec dəyişən millətdir. Bizdə boğazları dəyişmək, vəzinləri dəyişə bilmirik tez-tez. Məsələn, türk ədəbiyyatında, müasir çağdaş ədəbiyyatda, türk sərbəst şeiri əruzun içindən çıxıb. Əruz, klassik, İstanbul əruzunun içindən çıxıbdır. Və Orxan Vəlidə də, Nazim Hikmətdə də, Nazim Hikmət özü çox mükəmməl əruzda şeirləri yazıbdır, şeirləri var. Başa düşürmü? Biz o vəzinləri dəyişə bilmirik. Bizim millət vəzində çox mühafizəkardır. Birdən 1000 il nə bilim, əruz yazır, 1000 il heca yazır. Bilirəm ki, bu səhvkidə Rüstəm Kəmal saatlarla Danışa bilər, bilər. Yetərincə bilgiləri, dərin bilgiləri olan bir insansınız. Ancaq bu Rüstəm Kəmalın qaçaraq verdiyi cavab idi. Bunun oturaq verdiyi cavab görür nə qədər çəkərdi. Telefon xəttində dedilər, tamaşaçımız var, gözlətmək. Zəngi qəbul elə və Dəmirçioğlu'nun şeirlərini ala. Əgər zəng hazırdırsa eşidirik. Alo. 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 Bəli, bəli. Salam Şəx xanım. Ay, aleykümə salam. Mən sizi salamlayıram. Mən Bahadur Fərmanın səsinə oxşadım. Çox sağ ol, çox sağ ol. Mən Dəmirçioğlu salamlayıram, Rüstəm Kəmalı salamlayıram. Eşq olsun. Aşıq dostlarımızı salamlayıram, Şaiqi, Qərib kişini. Bizə cümlə demək istəyirəm. Bugünkü ekranınız çox xoşbəxt ekrandır. Teşekkür ederim. Çox gözəl ekrandır.
Həmişə belə olsun. Eşq olsun sizə. Sağ olun. Teşekkür olsun ederim. size de. Çok sağ Bahadır olun Bey, usta. Çok sağ olun. Həmişə beləcə yığcam, qısa və lakarik danışır Bahadır Fərman. Mənim sevdiyim şair. Bəli, bizim hər birimizin sevdiyimiz şairi salamlayırıq və dəyərinizə görə təşəkkür edirik. Buyurun Məmməd Dəmirçioğlu. Şey demək istəyirsiniz, nə sözünüz var idi? Yox, mən Şeirə sizin bayaq keçmək o, mən bir neçə Rüstəm müəllimin dediyi bu sərbəst mövzuda mən Salvador Daliyə bir neçə sərbəst şeirlər yazmışam. Ustad, özün də yəqin ki, onlar haqqında oxumusan, yəni kitabda var. Ancaq mən baxmayaraq ki, bu surrealizmi də, modernizmin də nə olduğunu və bütün bunların hamısının kökündə yenə də klassikanın durduğunu bilərəkdən Salvador Dali özünüz bilirsiniz ki, dünyanın böyük surrealist rəssamı və dahi bir şəxsiyyətidir, böyük sənətkarıdır. Şeirdə də surrealizm var, şeirdə də modernizm var, bütün sənətlərdə var. Ancaq yazdım və gördüm ki, mənim ruhum sərbəstə köklənməmiş bir ruhdur və mən ruhumu niyə zorlamalıyam? Və bir də ustad, mənim son vaxtları Yoxluğun Mənzərəsi adında silsilə şeirlərim var. Və bu yoxluğun nə olduğunu çox vaxt elə bilər, yox deyəndə bu yoxa nə şeir yazmaq olar, yox nədir ki, axı ona şeir yazasan? Ancaq mən elə hesab edirəm ki, elə böyük varlıq yoxluqdur. Çünki bütün varlıqların özü yoxluqdan yaranır və bütün varlıqlar yoxluğa gedir, heçliyə gedir. Yəni, Tanrı boyda varlıq əslində qalanda bir yoxluqdur. Biz onu görə bilmirik, duya bilmirik. Və sizin 60 ilin şeirlər, 60 yaşın şeirlərini bütövlükdə elə təxminən bu səvqidədir Məmməd Dəmirçioğlu. Varlıqla yoxluğun sintezindədir. Bəli, o fəlsəfənin içindədir. Elə isə o... Mən hörmətli tamaşaçılarımıza hələ çap olunmamış Durna Duası kitabım var. Mürəkkəbi qurumamış. O kitabı indi üstadla hazırlayırıq, çapa hazırlayırıq. Xeyri uğurlu olsun. Mən o kitabdan bir neçə şeir gətirdim hörmətli tamaşaçılarımız üçün. Yoxun mənzərəsi nə deməkdir axı? İşıqlar axıb gəlir bizdən o yana yoxdan. Əyan olan nə varsa gəlib bəyana yoxdan. Bu dünyanın surəti 7 rəngli işıqdır. Yer ilə göy arası yox ilə barışıqdır. İçində gizlənibdi, baxıb gördüyün adam. Varlıqdan çıxır yoxa, yerə hördüyün adam. Mən varlığın yoxuyam, yoxdan vara gətirmə. Gətirsən, sal könlünə, yerə salıb itirmə. Ay işığına qərq olub, bir işığa döndü gecə. Ocaq kimi yanan günəş, yanıb, söndü, döndü heçə. Yox idi, yox, o səs, nəfəs, hardan gəlib döndü vara. Son nəfəsdə o səs, nəfəs, yoxa çıxır, döndü hara. İşıqlar yoxa çıxarır, solub sabaha qalanı. Gecə zülmətində ara, işıqdan yoxa varanı. Siz bir şeiri hazırlayana qədər birini mən deyim və Aşıq Qərib nizamlansın. Bir ifanı Aşıq Qəribdən ala. Könlümün də könlü var, o vara irən olmur. Mən haraya çıxıram, oraya girən olmur. Hər aldığın nəfəsdə uçub gedirsən biraz. Çıxıb azdığın kimi, çıxdığın yerə gir az. Sonuncusunu sayma, nəfəsini sayanda. Mən sənin olacağam, gedib qayıtmayanda. Son nəfəslə çıxıram, hər nəfəslə çıxıram. Gəlirəm hər nəfəslə, mənim çıxdığım yerə. Gələndə məni səslə. Könlümün də könlü var, o vara irən olmur. Mən haraya çıxıram, oraya gələn olmur. Oraya gələn olmur. Buyur Aşıq Qərib buyursun, buyur Aşıq. Eşq olsun Dəmirçioğlular. Bəyə o sallama kərəmi vurdu.
dalınca da bir köhnə gözəlləmə oxudu. Valla indi el aşıqlarımız var, o köhnə gözəlləməyi Dəmirçi o qədər oxuyamayır. Bəli, ancaq qurban havalarda özü deyir Mən ki, də bir fəxr üstündə gözəl qardaşımın bir sözünü oxuyacağım. nə gözəl. Ahım arşa bülent oldu. Ahım arşa bülent oldu. Başın arşa dayan dağlar. Kaldırıp asasınayım. Mən dərdən əyəndəylə balamay balayarğalı. Qayanda zil toxuyum. Ben üşəner gil qoxuyum. Dedi kəhliyim olam. Oxuyam ay balam, tərlam balam ay balam. Kahlim oğlum oxuyum. Olam sana yandağlarla bakmaz tel balamay balayarğalim. Kalan bahar bareliyir abala. Kalan bahar bareliyir. Sevenler bareliyir. Demir çoğlu zar Yoktu layla diyen layla ay balam ay balam ey. Çox sağ olasın, qərib təşəkkür eləyirik. Buyurun Rüstəm müəllim. Mən elə bu fəlsəfənin təsdiqi üçün deyirəm ki, elə bir-iki informasiya əlavə eləmək istəyirəm. Dəyərli tamaşaçılarımız üçün də ki, Nizami Gəncəvinin, Şeyx Nizaminin Sirlər Xəzinəsi də strukturuna görə varlıqla başlayır, axırda axirət haqqında, heçlik haqqında ilə qutarır strukturu. 7 gözəl də Bəhramgülün varlığından başlayır, axırda da ağ məqbərədə, ağ donda, ağ libasda yoxa çıxır, heçlik dünyasına əriyib gedir. Yəni varlıq, yoxluq fəlsəfəsi, Fəzlullah Nəyimidə, Nəsimidə, Aşıq Alıda, sonra Caviddə, yəni bu insan həyatını mənalandıran bir fəlsəfədir. Yəni biz bu
bu iki qütbün arasındayıq. Ona görə də qardaşımızın bu fəlsəfəyə üz tutması, müraciət edilməsi təbiidir. Bunu demək Rüstəm istəyirəm. müəllim, çox gözəl vurğuladınız. Məmməd Dəmirçioğlu dedi ki, bir yeni kitabı hazırlanır, Durna Duası və eyni zamanda bir möhtəşəm kitabı hazırlanır, insan mənzərələri. Onun yolunu gözləyənlər üçün də elə deyək ki, yaxın vaxtlarda işıq üzü görəcək həmin kitabda. Və biz ötən verilişlərdə danışmışıq, bu söz açılan göy üzü Məmməd Dəmirçioğlu'na hal-hazırda axırıncı çıxan kitabı budur və bu kitabda yetərincə dərin alimlərimiz, söz adamlarımız, ədəbiyyatşünas alimlərimiz Məmməd Dəmirçioğlu'nun bütün şeirini, şeiriyyatını təhlil edib və gözəl də fikirlər yazır. Dəmirçioğlu özü birini toxundu Səlahaddin Xəlilovun fikirlərinə toxundu ki, Səlahaddin Xəlilov deyir ki, bəli, böyük filosof Səlahaddin Xəlilov deyir ki, Məmməd Dəmirçioğlu'na bu fəlsəfə, bu anılan bu sufili ideyaları, yəni ki, nə tutaq ki, Əbdülxandan gəlir, nə Yunus İmrədən gəlir, qara sazdan gəlir. Qara sazdan gəlir. Belə, ancaq Dəmirçioğlu'na bu fəlsəfə hardan gəlir? Mən bilmirəm, ancaq siz demiş, vurğuladınız, o varlıqla yoxluğu yazan böyük şairlərin adını vurğuladınız. Mən bu yaxınlarda... Hətta yəni əsərlərin strukturunu da o cür qurubdur. Yəni, bax, yenə deyirəm, Sirlər Xəzinəsi axirətlə qutarır. Yeddi gözəl onunla qutarır, axirətlə, heçliklə. Ömər Xəyyamda bir şeir gördüm. Yəni çox mühüm fəlsəfədir bu. Bəli. Ömər Xəyyamda bir şeir gördüm və eynən həmin o fəlsəfəni, o şeiri ona uyğun şəkildə Dəmirçioğlu'nda da gördüm ki, ay Allah, bu şeirləri bugün bizim sıramızda, bizim aramızda oturan bir şairimiz yazır. Məsələn, Ömər Xəyyam yazır, bu yer, bu göy, bu ulduzlar boşdur, boş. Bırax onu, bunu da, könlünü xoş tut, xoş. Bu durmadan qurulub dağılan aləmdə bir nəfəsdir alacağın, o da boşdur, boş. Ancaq Məmməd Dəmirçioğlu'nda bilmirəm, indi həmin şeiri deyəcək, ya qeyri-şeir deyəcək, belə bir şeir vardı. Hər şeyin əzəli, hər şeyin sonu boş, ruh adlı quş, nəfəs, can adlı donu boş. Təxminən buna uyğun şeirlər Məmməd Dəmirçioğlu'nda xeyli var və bizə elə baxır ki, elə bil ki, biz başqa adam şeirlərindən danışırıq. Şeirlər də gözlü qabardadır, buyursun. İki dənəsini də oxuyum. Verilişimizin, günümüzün qəhrəmanı sənsən, biz sənin başına yarışmışıq. Birinizə. Sənin başına yarışmışıq. Yoxun adı aşkardır, özü sirdir ki, sirdir. Görünənin görünməz üzü sirdir ki, sirdir. Dili var lal gülün də, odu sönmüş külün də, lal olanın dilində sözü sirdir ki, sirdir. Düzü olmaz yalanın, əyri də düz dolanın, içi əyri olanın gözü sirdir ki, sirdir. Daha qara da aldı, daha zəhər də baldı, təkcə özünə qaldı, lalə köksü qan olmaq. Ən şirin dad su dadı, unutmadım bu dadı, ölmək sirri xudadır, olmaq, varda boğulmaq. Qara gördüm, ağ imiş, dərə gördüm, dağ imiş, qürubda batmaq imiş, dağın üzündə doğulmaq. Gəlin bir şeir, buyurun, deyin, mən sizin bir şeirinizi deyək. Əynimə bürünübdü qaranlığın kölgəsi, axır ay işığı ilə isaq-musaq nəğməsi. Olacağa ümid yox, olub keçənlər hədər, mənə yaxın olmadın, uzaq olduğun qədər. Çiçəklədi ayrılıq, heç vədə solmamaq üçün, mənim olmaq istədin, sən mənim olmamaq üçün. Hansı səmtə dönürsən, arzun, istəyin hədər, içimə sığınmısan, çıxmaq istəyin qədər. Bir qaraca sevdayam, ölmüşəm, doğulmamış, məni axıt gözündən, içində boğulmamış.
Çox sağ olun Məmməd Dəmirçioğlu. Aşıq Şərq sizdən bir ifa alaq və verilişin sonunda yəqin ki bir ifamız yerləşəcək. Hələlik hansına nizamlanmısınızsa o havanı alaq və siz elə yavaş-yavaş orada bir ayaq verin. Məmməd Dəmirçioğlu'nun yaradıcılığında Rüstəm müəllim bir fərqli xüsusiyyət də var. Yəni bu heca sayında, yəni 3-lüklər, 4-lüklər, 5-lüklər. Məsələn, gəraylı qismində hər fikri çatdırmaq, tutaq ki, 7-liyə, 8-liyə sığışdırmaq, özdə 3 bənddə bütün fikri demək, bu peşəkarların işidir, xiridarlar bunu çox gözəl belə. Məmməd Dəmirçioğlu artıq 7-likdən, 8-likdən də çıxıb, 5-liyə gəlib. 4-liyə gəlib, son dərmanlarda 3-liyə düşüb və mən onu 4-lük olan bir şey bileyim. Mən də çox sevdiyim Bu Hürmələk nənəyə yazdığım şeirlərdən ustadır. Mən bilmədim bu Hürmələk nənəyə yazdığımızdır. Qışı, yayı, qardı payı, dəli çayı, dağlar ağlar. Qoru başı, qoru qaşı, gözdən yaşı, ağlar ağlar. Ocaq küldü, dodaq güldü, ölən güldü, sağlar ağlar. Ay kölgəsi, bu nəğməsi, çay su səsi, çağlar ağlar. Haqqın üzü, sözün düzü, söz var közü, dağlar ağlar. Allah Allah, neymiş bu ah, neymiş bu ah, ağlar ağlar, ağlar ağlar. Sağ ol Şeyx xanım. Çox sağ olun Şeyx xanım, Ay Məmməd Dəmirçioğlu, Rüstəm Kəmal var olun, Aşıq Qərib eşq olsun. Bir daha sağ olun. Mən də istəyirəm bütün ustad şairlərimizin qalanlara can sağlığı, keçənlərə Allah rəhmət eləsin. Hüseyin Arifdən istərdim bir şeir oxuyam, qoy onun da ruhu şad olsun bugünkü günü. Sizlərin icazəsindən var olun, sağ olun. Hər birimizin qağası Hüseyin Arifdən. Heç bilmirəm ailələm başımdakı hansı eşqin xüryasıdır bana bala verir ay ahvalımı kim soruşur halımı kim duyasıdır bala layla 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 sonam layla 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 Gelen ahval bile halım içim duyasıdır balam layla 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 sonam layla 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 Gelen ahvalımı kim eşidi aman aman halımı kim duyasıdır Heç bilmirəm başımdakı hansı eşqin xüryasıdır Əhvalımı kim eşidib, halımı kim duyasıdır Hedi belə yar yolda qaylələr Aman
dalga vurur, derya hicran deryasıdır, bana neylim ağrı ele lepe döybeyi dalga vurur, derya hicran deryasıdır, bana layla layla layla, sonam layla layla layla. Ele derya hicran deryasıdır, aman aman, derya hicran deryası. Yarı yolda gəmim durub, qəmər edib mühnət yorub, ləpə döyüb dalığa vurub, dərya hicran dəryasıdır. Hedi belə gəl qınaman ailələ, Hüseyni sen başım buluda yağmışam, bana neylim ayama afşir çəhmədiyen dünya fikir dünyasıdır. Belə bana fikir çəhmədiyen dünya fikir dünyasıdır, manam layla layla layla, sonam layla layla layla. Hele bana fikir çəhmədiyen aman aman, dünya fikir dünyasıdır. Gel qınama Hüseyni sen, başım bulud ayağım sen, bana fikir çəhmədiyen dünya fikir dünyasıdır. Ustadımıza eşq olsun, sizlere can sağlık. Çox sağ olun, Aşıq Şaiq, təşəkkür edirik. Vaxtımız çox daralır, azalır. Mən bilmirəm, Aşıq qəribə bir ifanın yerinə vaxt ayıra biləcəyim. Ancaq Rüstəm müəllim, sizinlə çözülməli çoxlu söhbətlərimiz vardı, ədəbiyyatla bağlı, şeirlə bağlı. Və yenə gələn dəfəyə qalır, eləm. Ancaq mən bilmirəm, Dəmirçioğlu'nun deyiləcək şeirləri qaldı mı, deyil. Əgər bir-iki şeir... Ancaq sualınız varsa verin. Mən əslində qalanda şeirdən daha öncə istəyərdim Rüstəm Kəmala təşəkkür edeyim ki, Rüstəm Kəmal açığı deyim bu verilişə gəlmək üçün o boyda yolu qət edib, özü də məhz bu verilişə gəlmək üçün yəni bu... Əslində biz Rüstəm müəllimin üstündə qurbanıydıq, söhbət fırladı sizə gəldi. Atıb, çox təşəkkür edirəm Ustad və mən buradan bir daha bəyan edirəm ki, Rüstəm Kəmal mənim yaradıcılığımın ustadı sayılır bu mənada ki, yəni mən bütün şeirlərimi, bütün yazdıqlarımı onunla məsləhət edirəm, kitablarımı yalandan adı yazılan redaktordan yox, bənd-bənd, sətir-sətir mənim bütün yazdıqlarımı redaktör edir. Bu yaxınlarda Uzun Allah verən adlı bir mənim bir povestim, belə deyək də, indi bilmirəm necə adlandırır. Onu gəldi elə buradaca redaktör elədi, təşəkkür edirəm. Sonra aşıqlarımıza buradan, Aşıq Qəribə, Aşıq Şaiqə təşəkkür edirəm. Sizlərə, Çiçək xanım və bu televiziyaya çox təşəkkürümü bildirirəm ki, doğrudan da vaxtaşırı sazımızı, sözümüzü bunu demişdim və bir daha təkrar edirəm ki, sazımızı, sözümüzü millətə qaytarıb ruhunu, millətin ruhunu təzdən diriltmək, oyatmaq üçün bu Türkiyə televiziyasına bir daha təşəkkürümü bildirirəm.
Və təbii ki, şeir çoxdur demək də olar, ancaq çox Rüstəm olanda müəllimdən qorxuram qısaca yorucu bir olar. sualın cavabını alaq Rüstəm müəllim. Bugünkü devr, yəni SMS dövrü, faks dövrü, internet dövrü, yəni bu sürət texnika əsrində qalın bu kitabların yazılma məqamı, yəni bu janrın indi işlənməyi nə dərəcədə doğrudur? Yəni oxucuların da artıq indi dizini qatlayıb bir küncə çəkilib kitab oxuduğu məqam da artıq arxada qaldı. Artıq indi də bu sürətli zaman kəsimində elə bilirəm ki, bu tarixi romanların, yəni böyük esselerin yazılmağına indi necə baxırsınız? Bu gərəkli mi bugünkü dövrdə? Şeyxan, bu suala bilməyənalı cavab vermək çox çətindir. Çünki o hər dövrün öz aşığı olduğu kimi, hər dövrün də öz sözü var, öz janrı var. Hər dövrün öz janrı var ümumiyyətlə. Və o janrın da öz oxucusu var. Təbii ki, Yevgeniy Onegin kimi mənzum romanları oxuyan oxucu indi azalıbdır. Yoxdur, yox dərəcəsindədir. Yəni, romanı mənzum oxumaq yoxdur. İndi, məsələn, mən Avropada görmüşəm ki, böyük romanları qısaldırlar, biraz ixtisara salırlar, yəni onun kiçik formatlarını da verirlər. Ancaq böyük romanlar da çıxır, onun da öz oxucusu var, onun da nə bilim mən. Yəni Azərbaycana gəlir, təbii ki, dövrün ritmi, zamanın ritmi, insanların məşğulluq imkanları da öz möhürünü vurmuş olur istənilən janra, istənilən formaya. Bizdə gərək formada, janrda gərək dövrlə, zamanla yaxlaşsan. İndi tamam razıyam ki, qısa formalar, çevik formalar daha tez gedir. Yəni, bəlkə də müqayisə yerinə düşməzdir. Tutaq ki, Böyük Vətən müharibəsi başlayanda siz gördünüz ki, ön plana şeirlər çıxdı. Bilsin ana torpaq, eşitsin vətən, şeir. Orada əskər roman oxuyacaq deyildi ki, yəni roman geri çəkildi. Publisistika ilə şeirlər ön plana çıxdı. Yəni, hər dövrün, hətta deyərdim, hər ideologiyanın, hər etnosun, hər zümrənin də zövqündən asılı olaraq bu formalar dəyişə bilər. Təbii ki, indi zamanə o internetdə gedib o sosial şəbəkələr, internetdə yayımlanma və s. Artıq kitab özü bir sir dünyası olaraq yavaş-yavaş elə bil öz o magik gücünü itirməkdədir, bir qədər itirməkdədir. Ancaq fikirləşirəm ki, mən oxucu kimi kitabın yerini heç nə verə bilməz. Mən fikirləşirəm ki, kitabın yerini verə bilməz. Ancaq bir şey də deyim ki, indi kitabları saxlamaq da çətindir. Kitabların keyfiyyəti, vaxtilə ilk kitablar nə ilə, elə loru dildə deyim, cır-cındırdan yaranıb kağız ilk dəfə. Sonra ağaçdan kağız hissələnir və onun da saxlama müddəti təxminən 70 il olur. Bir kitabı saxlamaq 70 ildir. İndi kitabları kitabxanada saxlamaq, qorumaq da çox, həm maliyyə cəhətdən çox çətindir. Onları təkrar qoruyub ötürmək nəsə. İndi oxalanır kağızlar, içinə viruslar düşür, mikroblar düşür. Yəni bu kitabların da kitabları saxlamaq, gələcək nəslə ötürmək. Yəni bu çox bir-birinə qarışmış mətləblərdir. Ancaq fikirləşirəm ki, kitab ölməyibdir. Yəni, həmişə də deyirlər ki, məsələn, televiziya çıxdı, filmlər çıxdı, televiziya çıxdı, nə bilim, ədəbiyyat öldü, gördünüzsə, ölmədi. İndi internet çıxdı, gənə həmən məsələ qaldırırlar, deyirlər ki, ədəbiyyat öləcək, kitab öləcək. Yox. Ancaq oxumaq biraz cana, kitab oxumaq, mütaliə arxa plana keçdi. Sadəcə olaraq bizdə bir qədər, mən istəmirəm burada səslənəm, bizim ədəbiyyat həm də oxucusunu itirmiş ədəbiyyatdır. Oxucusunu tapa bilməyən ədəbiyyatdır. Biz sürətlə milli ədəbiyyat öz milli oxucusunu itirməkdədir. Ola bilsin poeziya bir qədər saxlayır, müəyyən qədər məhəlli surətdə, nə bilim mən bir qədər respublika səviyyəsində ola bilsin. Ancaq milli ədəbiyyat həm də milli oxucusunu qorumalıdır, milli oxucusunu müdafiə eləməlidir. Yəni,
milli yazısının həm də milli oxucusu olmalıdır. Bu mənada bəli, bizdə nöqsanlar var, çox özdə var. Bu işlə də məşğul olunmalıdır, özdə bu sistemli şəkildə məşğul olunmalıdır. Belə bu fikirlər mən bilirəm ki, çözdükcə xeyli dərinlərə gedib çıxacaq. Ancaq bizim verilişimizin vaxtı artıq yekunlaşmaq üzrədir və nələri çatdırdıq bunlar oldu. Mən istəyirəm elə son olaraq hər birinizə mən də təşəkkürümü bildirirəm. Təşəkkürümüzü bildirirəm. Ürək sözləriniz alın. Dəmirçioğlu'ndan sonunda bir şeir alaq, verilişi yekunlaşdıraq və Aşıq Şaiqlə qapıyarıq inşallah verilişi. Mən də təşəkkürümü bildirirəm Çiçək xanım sizə, sizin gözəl verilişinizə. Və bir daha millətimizə, cəmaatımıza salamlarımı çatdırıram. Televiziyanın rəhbərliyinə ki, belə səbirlə bizə imkan verirlər, yaradırlar, biz də sözümüzü deyirik. Verilişimizin qəhrəmanı, mənim dostum, 10 barmağında 10 mərifət olan, həm rəssam, həm dizayner, həm aşıq, həm şair, çox bir istedadlı insanı da bu bahar sabahında, bahar səhərində salamlanmağa şadam. Çiçək xanım, sən də Allah var eləsin. Həm çox son dərəcə gözəl şairə, yəni bir könül dostumuzsun sən. Bizim könlü böyük olan bir xanımsan. Eşq olsun sizə. Həm də qağanızam. Həm də qağan. Mən sizləri qağa deyim. Çünki əlimizdən birisiniz. Mən elə baharla başladıq sözümüzü və istəyirəm bahar nəfəsli yenə də bir şeir deyim. Nəğmə dedi quşların dilləri Sübhanallah. Açıldı könüllərin gülləri Sübhanallah. Ürəyi quş eylədik, hər dərdə tuş eylədik. Mey bilib, nuş eylədik, qəhəri Sübhanallah. Yola saldıq köçəni, unutmadıq keçəni. Yaşadıq bu gecəni, səhəri Sübhanallah. Bu günü yaşadıq, səhəri Sübhanallah. Təşəkkür edirik. Bir daha hər birinizə təşəkkür edirəm və bəli sevgili tamaşaçılar, könlümüzün nurunla, işığınla ara ərsəyə gətirib sizlərə çatdıracağımız, bax bu verilişi də beləcə başa çatdırırıq. Eşq dolu, nur dolu, işıq dolu bu verilişimizdən sizlərə nəyi ötürə bildik ki, onları siz özünüz deyə bilərsiniz. Mən verilişimizi Məmməd Dəmirçioğlu'nun bir şeiri ilə qapıyım və Aşıq Şaiqə ötürək sözü. Könlümdə batan, könlündür butan, sümbüldə yatan sarı darı mən. Vuruldum görcək, ay üzü göyçək, dodağı çiçək, arı yarı mən. Ruhum bir qanat, dərdini qan at, bu dünya abad, tarimarı mən. Sözün qoruyam, gözün nuruyam, sudan duruyam, aydan arı mən. Qəlb evim sərin, göylərdən dərin, qul qəriblərin xanimanı mən. Dərdimi dərdin, hara göndərdin, ən uca dərdin, dağı qarı mən. Sularla coşun, nəğmələr qoşun, dərdim bir qoşun, səridarı mən. Oduna yanın, qönçə fidanın, dosta fədanın, düz ilqarı mən. Könlümü alın, könlünü alın, könlü viranın, haqqa varanın, dostu yarı mən. Haqqa varanın, dostu yarı, bizi eşq olsun bizlərin, hər birinə buyursun. Ay Məmməd Dəmirçioğlu. Çiçək xanım səhərdən sizə sürpriz elədi, nəsə bir... Mən də Çiçək xanıma bir sürpriz eləmək istəyirəm, heç özüm də xəbər olmadan onun bir şeirini oxumaq istəyirəm. Abelene yüz çalasın, yüz ohyasın. Yüz çalasın, yüz ohyasın. Tel doymuram, gülüm
sen, ay canım gülüm sen, ay param gülüm sen. Ne güzeldir bu şehrin, ne güzeldir bu şehrin, gece gündüz gülüm sen, ay canım gülüm sen, ay sonam gülüm sen. Yüz çalasan, yüz oxuyasan, heç doymuram gülüm səndən. Nə gözəldir gecə gündüz bu çəkdiyim zülüm səndən. Ha belə nə hekayə deyirsin,